Bu gün mənfi yorumlarda Pərvin Abiyeva olacaq. Bəli, o mənəm. Pərvin xan, bilirsiniz haqqınızda nələr yazıblar? Doğrudan. Başlayaq. Sən Allah göstər görüm nə deyirlər, oxu görüm da istəyir. Çox zövqsüz bir xanım. Mən onu yazan zövqünə şübhə edirəm, çünki özüm qədər zövqlüsünü tək-tük tanıyıram. Pərvin, bəsdir də bu cəmaatı qırdın. Nə mənada, necə qırdım? Qəlbini qırdım, yoxsa özünü necə qırdım? Hə, gözəlliyimdən, vidimdən qırılır. Xoşdur, qırılın. Qocaldın Pərvin. Yaxşıdır da, qocalıramsa deməli yaşayıram da. Yaşayıram, yaşayacağam. İnsan yaşadıqca qocalır. İnşallah o adam da qocalsın. Ehtiras yoxdur. Ehtiras var, mən göstərmirəm. Axı mən bu ehtirası insanlara necə göstərim? Bu ehtiras elə bir şeydir ki, bu nəysə. Keç. Bu kimdir axı? Pərvin Abiyeva Azərbaycanın dəyərli və qəşəng, gözəl deməyim də qəşəng sevilən aktrisalarından biri. Nəhayət ki, sənə də efir qadağası qoyuldu. Hə, mən bu sualı xatırlayıram. Deyəsən bunu yazana cavab da vermişəm ki, yuxunda görərsən. Bir də sualı cavablandırıram ki, yuxunda görərsən. Belə geyinəndə elədikləriniz unudulur? Heç nə unudulmur. Sadəcə o vaxt elə giyinirdim, indi belə giyinirəm. Elə giyinəndə vay, belə giyinəndə vay. Vecim almıram bu rəyi. Çünki çox önəmsiz bir rəydir. Son olaraq layihə haqqında fikirlərinizi öyrənmək istəyərdik. Maraqlı layihədir. Adətən təriflər, belə gözəl sözlər səsləndirilir, oxunur. Bu səfər əksi oldu. Əladır. Xoşuma gəldi. Xeyirli olsun bu arada, davamlı olsun.